Daha bir tələbə Sumqayıt Dövlət Universitetinin tələbəsi həyatını itirib. Doğru Xəbər Azərbaycan bildirir ki, Ağsu rayonunun Bico kəndindən olan və universitetdə energetika mühəndisliyi ixtisası üzrə ali təhsil alan Nahid Xalidoğlu Həzməyev dünyasını dəyişib. Bildirilib ki, ikinci kurs tələbəsi olan 2007-ci il təvəllüdlü Həzməyev xərçəng xəstəliyindən əziyyət çəkirmiş. WhatsApp AI ilə qarşılıqlı əlaqələrini genişləndirir və iPhone istifadəçiləri üçün süni intellekt köməkçisinə sənəd paylaşma funksiyasını təqdim etməyə başlayıb. Bu barədə Vabət info portalı məlumat yayıb. Məlumata görə bu yeni funksiya istifadəçilərə faylları birbaşa bota göndərməyə və sənədin məzmununa əsasən daha dəqiq cavablar almağa imkan verəcək. Bu funksiya WhatsApp-ın iOS 26.20.10.72 üçün Test Flight vasitəsilə əldə edilə bilən beta versiyasında aşkar edilib. Oxşar funksiya daha əvvəl tətbiqin sınaq versiyasında bəzi Android istifadəçiləri üçün mövcud idi. Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində bəstəkar və pianoçu Sevda Rəhimovanın iştirakı ilə uşaqlar üçün xeyriyyə musiqi ustad dərsi keçirilib. Tədbir Qüsursuz Nitq və Psixologiya İnkişafı Mərkəzi tərəfindən təşkil olunub. Doğru Xəbər Azərbaycan xəbər verir ki, tədbirdə Prezident İlham Əliyevin gəlini Alena Əliyeva da iştirak edib. Digər görüntüləri də təqdim edirik.